Sabiq millət vəkili Etibar Əliyev, prezident administrasiyasının keçmiş rəhbəri, dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi ittihamları ilə ev həbsinə məhkum edilən Ramiz Mehdiyevlə bağlı sərt açıqlama verib. Yeni Sabah məlumat verir ki, sabiq deputat Facebook hesabında Mehdiyevin illərlə ölkədə intriqalar yaratdığını, ziyalıları təzyiq altında saxladığını və dövlətə qarşı qisasçı mövqe sərgilədiyini bildirib. Etibar Əliyev bildirib ki, Ramiz Mehdiyev bir mənalı olaraq düşməndir və onun əməllərini məhkəmə dəqiq təsnifləşdirib. Diqqət edin, ölkənin tanınmış alimlərini, hüquqşünaslarını, siyasətçilərini, yazıçılarını özü haqqında danışdırtdırıb, videolar çəkdirib, onları təhdid altında saxlayıb. Həmin videolarda onun yubileyi haqda bir cümlə belə danışılmır. Baxana elə gəlir ki, bu adamlar onu vəsf etmək üçün növbəyə durublar. Xeyir ola, nə baş verib ki, bu adamlar belə canfəşanlıq ediblər. Bütün çıxışlarda iki xətt açıq-aşkar sezilir. Ramiz Mehdiyev nəhəng dövlət ictimai xadimdir, dövlət quruculuğunda misilsiz xidmətləri var və Azərbaycanın nəhəng filosofudur. Sadə məntiqlə söyləmək olar ki, adamın könlündən hakimiyyət keçib. Onun kurasiyasına daxil olan bütün sahələrdə regressiya baş verib. Yaratdığı intriqalar insanların bir-birinə etimadını azaldıb. AMEA-nın prezidenti olduğu dövrlərdə elmi mühiti darmadağın etdi. Covid-19 pandemiyasının tüğyan etdiyi zamanlarda dövlətin qanunlarına saymazlıq nümayiş etdirdi. Nəvəsinə toy şənliyi düzənlədi. Sabiq deputatın sözlərinə görə Ramiz Mehdiyev işlədiyi bütün dövrlərdə dövlətdən maksimum qisas almağa çalışıb, bəzi istəklərinə çatıb. Azərbaycan Milli Ensiklopediyasının nəşrlərinin çapına əngəllər törədib. Ziyalıları dövlətdən narazı sallağa çalışıb. Adam 44 günlük vətən müharibəsindəki böyük zəfərimizi sinirə bilmirdi. Onun radikal mühalifətlə əlaqələri üzə çıxıb. Bu yolla da qisasçılıq instinktini buruzə verib. Biz 200 illik erməni təhdidindən xilas olmuşuq. Zəfər dəyərini zədələmək istəyənlər cəzalanmalıdırlar. Suveren və müstəqil Azərbaycan yerlə yeksan edilmiş şəhərlərimizi, rayonlarımızı, kəndlərimizi bərpa edir. Bu doğma torpağın hər santimetrinə şehidlərimizin və günahsız insanların qanı hopub. Torpaqlarımız işğal altında olanda vəhşicəsinə öldürülən bacı və qardaşlarımızın ruhu bizi rahat buraxmırdı. Ruhun da haqqı var. Zəfərdən sonra və intibahın başladığı bir dövrdə hakimiyyət uğrunda çirkin mübarizənin adı rəzalət, alçaqlıq və çuğulluqdur.